Səhərləri ümumiyyətlə yemək yeməyi sevmirəm. Bu yaxşıdır ya pis? Mən bu sualı cavablandırım, siz də mənim səhifəmi izləməyi unutmayın. Bəli, bu xoşagələn bir hal deyil. Çünki səhər yeməyi demək olar ki, günün ən əsas yemək qəbuludur. Çünki səhərlər bizim mədə-bağırsaq sistemimiz maksimum dərəcədə aktiv olur. Yəni biz daha çox makronutriyentləri həzm etmək qabiliyyətinə malik oluruq. Makronutriyentlər isə proteinlər, yağlar və karbohidratlardır. Və bu vaxt yediyimiz qidalardan maksimum dərəcədə mikroelementlər götürə bilərik. Yəni minerallar və vitaminlər. Onların bədənimiz tərəfindən mənimsənilmə prosesi həm sürətlənir, həm də ki, keyfiyyəti artır. Bununla belə əgər səhər yeməyini yemirsinizsə, deməli ya günorta, ya da axşam səhər yeməyinin əvəzinə daha çox yemək yeyəcəksiniz. Çox vaxtı bu günortalar deyil də, məhz axşamlar olur. Mənə ünvanlanan sualların içərisində gecə acanda nə yeyim sualları var. Və bu sualı verən insanların çoxu səhər yeməklərini düzgün şəkildə yeməyi bacarmırlar. Dediyim kimi, bu faktorlar əsasında axşam vaxtı çox vaxt insan lazımından daha çox yemək qəbul etdiyi üçün məhz axşam yeməyindən sonra köp, mədədə ağırlıq və başqa mədə-bağırsaq problemləri yaşayır. Səhər-səhər mədə-bağırsaq sistemimizin aktivliyinin əksinə gecə-gec saatlarında mədə-bağırsaq sistemimizin aktivliyi maksimum dərəcədə aşağı enir. Axşamlar çox miqdarda və ağır yeməklərdən sonra köpün yaranması, mədədə şişkinliyin yaranmasının da səbəbi məhz budur.